O bağışlama hasil olduqda bu hacətlər yerinə yetirilir, bu müşküllər, çətinliklər həll olunur, bir çoxu. Bizim dualarımızın qəbul olunmasına, istəklərimizin həyata keçməsinə mane olan ən başlıca amil bizim günahlarımızdırsa, istiğfarla insanlar o günahlardan azad olur və dualarının qəbul olunma yolu açılır. Problemlər bəzən özü-özünə həll olunur. Məsələn, sənin filan bir çətinliyin var, deyirsən o çətinliyimi həll elə. Onu deməkdənsə deyən, ilahi məni bağışla. Bağışlandıqda avtomatik o və onlarla başqa çətinliyin həll olunur. İstiğfarda belə bir xüsusiyyət var. Peşmançılıq halı. İnsan başa düşən nə edib? Peşman ola qəlbdən. Buna deyirlər istiğfar. Əleyhissalam tövbəni belə tərif edir. İstiğfarı belə deyir. İstiğfar nədir? Üzr istəmək nədir? Ən-nədəmu aləl xətiə əl-istiğfar. İstiğfarun. Ən-nədəmu aləl xətiə istiğfarun. Buyurur ki, günahdan peşman olmaq tövbədir. Günahdan peşman olmaq. Səmimi qəlbdən peşman olmaq. Ki, yaxşı olmadı bu işi gördüm, bu günahları eləmişəm. Dərindən peşman olmaq kifayətdir ki, təəssüf hissi insan keçirsin. Etiraf edirəm, etiraf edirəm. Bu etirafı bacarmaq lazımdır. Özdə ümumi yox, ümumi asandır. Məsələn, mən günahkaram, belə yox. İnsan bir-bir desin ki, mən filan günah eləmişəm, məndə filan xislət var, bunu demək üçün şücaət lazımdır. Heç bir paxıl adam boynunu almır. Görür, içində paxıllıq var, deyən ki, məndə paxıllıq var, özümdə tapmışam, yox, bunu demir. Mən günahkaram, məni bağışla, xeyr. İstiğfar yəni etiraf, bir-bir etiraf. Məndə bu xislət var, məndə bu xüsusiyyət var, məndə bu əməlləri eləmişəm, sadalamaq, təəssüf eləmək. Görürsən, bir nəfərə ehtiyatsızlıqdan bir zərər vursaq, məsələn, bir möhtərəm qonağımız gəlib, bilmədik, çay dağıtdıq üstünə, nə qədər xəcalət hissi keçiririk. Günahdan o qədər də xəcalət çəkmirik biz. Bu həddə də çəkmirik. Utana insan doğrudan, məsələn, deyirsən, vay, bu hörmətli adam idi, çay dağıtdım üstünə. Adam xəcalətdən özünə yer tapa bilmir. Mən bu misalları çəkirəm ki, o halı təsvir edeyim necəsə. Ki, adam özündə olmur da, yer tapa bilmir özünə. Ki, yaxşı iş olmadı. Hərçənd ki, bilir qəsdən eləməyib. Amma biz qəsdən günahlar eləyirik Allah müqabilində. Bunun yarısı qədər bizdə hal yaranmır. O hal, təxminən o hal ki, məsələn, adam xəcalət çəkir ki, qonağın üstünə, məsələn, çay dağıtdın. Ayıb oldu, yaxşı olmadı, özdə möhtərəm bir qonaq. Mən istəyirdim buna qulluq eləyəm, məsələn, belə oldu. Adam xəcalətdən utandığından bilmir neynəsin. Bax, istiğfar bu halda insanda yaransın. Yətəməlməlu təməlmüləssəlim. Əleyhissalamın halı buydu. Ki, deyir, ilan vuran adam kimi, dincliyi yox idi. Yəni, bu həddəcən insanı içdən narahat eləsin və keçən söhbətlərdə demişik, bu narahatçılıq acıq narahatçılıq deyil, istirab, stres deyil, bu başqa bir haldır. Yəni, o barədə ki, hər dəfə danışırıq, qayıtmaq istəmirəm. Çünki birinci dəfə qulaq asan deyər ki, bu bütün günü qovrulan adam da yaşaya bilməz ki, xeyr, tamamilə elə deyil. Yəni, o özü bir eşq aləmidir. İnsan xəcalət çəkdikcə Allah könlünü alır insan üçün. Daha yolu açır və daha pozitiv olur insan bu halla. O barədə ki, keçən söhbətlərdə danışmışıq da, üzərində dayanmaq istəmirəm. Üzrxahlıq hissi insanda olsun gərək. Səhvlərimizi səhv bilək. Bunu eləyə bilmirik biz. Biz Allahla da danışanda özümüzə bəraət qazandırırıq. Mən bunu keçmişdə demişəm, vallahi bu şuurumuzda var bizim. Keçmişdə demişəm, Allah səndən yaxşı sənin əməl və üzür bəhanə gətirə bilər, bilirsiniz? Qalsa əmələ bəhanə gətirməyə, Allah bəndələrinə yaxşı bəhanələr tapır, sən gətirmə. Sən ki, deyirsən, yox, mən cinayət eləmişəm, mənə bağışlanmaq yolu yoxdur. Allah deyir ki, mələklərinə məsələn, ki, bu filan səbəbdən eləyib. Heç sənin ağlığa gəlməyən bəhanələr Allah sənin üçün gətirə bilər.
Heç sən bəzən bilmirsən axı içində nələr var. Allah daha yaxşı tanıyır. Sən bəhanə gətirmə Allaha, Allah bəhanə səndən yaxşısını tapacaq və deyəcək bu bilməyib, eləyib, bu filan səbəbdən eləyib, yoxsa bu pis adam deyil. Bu halda insan Allahın qapısına getsin gərək. Biz bir şey bilək ki, biz elədiyimiz günahları eləməyə bilərdik. Eləməyə bilərdik. Biz necə ki yaşayırıq, elə yaşamaya bilərdik. Bunu bilməliyik ki, biz eləməyə bilərdik. Biz bu vəziyyətdə olmaya bilərdik. Olmaya bilərdik. Hətta bilməyərəkdən xəta elədiyimiz zaman, qəflət üzündən elədiyimiz zaman, deməyək ki, bunu bilmədim də, yaxud da gücüm çatmayan zaman, xeyr, biz düz yaşasaq, Allaha özümüzü yaxşı göstərsək, Allah özü öhdəsinə götürər və imkan verməz. İmkan verməz, güc verər. Bəli, biz dün neynimin gücüm çatmadı, elə deməyin. Sən bil ki, sən başqa cür ola bilərdin. Neçə yaşın var, hamı öz yaşını bilir. Bu yaşa qədər sən tamam başqa cür ola bilərdin. Bilərdin. Bilməmsənsə, üzür gətirmə. Üzür gətirmə, etiraf elə. Etiraf elə. Sən, yenə də deyirəm, Allahla düz bəndəli eləsəydin, Allah da səni tək qoymazdı o çətin günahla üz-üzə gələndə. Əlindən tutardı. Bunların hamısının qaydaları, qanunları var. Biz nəyisə düz eləməmişik ki, bu vəziyyətdəyik. Biz nəyisə düz yaşamamışıq ki, bu vəziyyətdəyik. Və bu faciə deyil, son deyil. Düzəlmə şansı var. Ən uca şanslardan, fürsətlərdən biri də Məhərrəm ayıdır. Məhərrəm ayı möcüzələr yaradıb tarixdə. Hansı quyunun dibində olan adamları, hansı zirvəyə çatdırır, bir Allah bilir. İmam Hüseyin başqadır, istisnadır. Yəni, növbə İmam Hüseyinə çatanda möcüzələrin qapısı açılır. Növbə İmam Hüseyinə çatanda nə oyunlar çıxır, müsbət mənada. Hərdən deyirik, oyun çıxardır. Oyun çıxardırın bir müsbət mənası da var. Ki, insan heyrətdə qalır. Məhərrəmin çox böyük gücü, qüdrəti var. Məhərrəm ayının. Allahın qapısına gedib boynuva alasan. Deyir, al boynuva. Hər kişinin işi deyil. Boynunu alsın ki, bax, mən buyam. Bu çox mühüm məsələdir. Biz ona görə biz bağışlamırıq ki, boynumuza almırıq. Boynuva al ki, kişi kimi deyir, mən bax, buyam, bax, bu səviyyənin adamıyam. Allahla danışırsan da, başqası deyil ki, abırva aparsın. Onunla danışırsan, deyir, mən buyam, bax, bu. Bu ki, görürsən özündə, şərhə ehtiyac yoxdur. Və bir-bir elədiyini boynuna alsın gərək. Övliyalara baxırsan Allah dostlarına, eləmədiklərini boynuna götürüblər. Eləməyib boynuna götürür. Şübhələnir özündən. Hədislərdə var, özün yox, mömin qardaşının günahını öz boynuna götür. Öz zərvə götür. Başqasının səhvini, xətasını öz boynuna götür. Biri ilə şəriksən, biri ilə iş görürsən, biri ilə hansısa bir məqsəd üçün birləşmirsən, deyir, səhvini, xətasını sən boynuna götür. İş alınmayanda, bilirsən onun günahından alınmayıb. Biz deyirik, gördün, sən elədin. Deyir ki, elə demə, deyirən ki, məndə oldu, sən eybi yox, sən bilmədin. Bunu hər adam bacarmır. Və din də budur, bu yerlərdə özünü göstərir. Axtarışda olasan, tapasan, özün üçün eyiblər, günahlar axtarıb tapasan, nəinki örtbasdır eləyəsən. Ən pis şey xətanı, pisliyi konservləşdirməkdir. Ona içdə yaşamaq haqqı verməkdir. Ən pis şey budur. Sən o konservləri aç, ortaya qoy əksinə. Qurdalan içində o pisliklər axtar. Başqasında qurdalanma. Başqasının gözəlliklərini axtar, gör. Amma özünə çatanda deyilən ki, içimdə görüm daha nə qalıb. O evi yaxşı təmizləyərlərə küncü bucağı yaxşı-yaxşı ki, ləkə qalmasın, təmiz olsun. O bəzi təmizkar qadınlar var, görürsən, evi təmizləyir, doymur, baxır arxaya, baxır ora, baxır bura. Ruhda belə təmizlik işləri aparasan. Hər yerinə, o gizli qatlarına və yenə də arxain olmayasan ki, təmizləndi. Deyirəm, mən özümü tanıyıram, bilirəm, haradasa nəyisə yenə örtbastır eləyib saxlamışam. Bu şəkildə kim özü ilə davransa, kim özünə yanaşsa, görərsən ki, həyatı başqa cür inkişaf eləyər. Allah huzurunda boynuna alsın insan, etiraf eləsin.
Zərər eləməz. Çünki elə bir varlığın huzurundadır ki, deyir, gəl etiraf elə, mən nəinki pozum, pisliyi eləyim yaxşılıq, dəyişim. Kim desə bu mümkün deyil, Qurana qarşı çıxır, Allaha qarşı çıxır. Allaha iman gətirməyib. Məsələn, sən 50 il günah eləmişsən, 50 il ibadət eləsəydin, necə olardın? Tövbə eləsən, deyir, 50 il ibadət eləmiş kimisən. Nəinki günahı pozdu, elə bil o günahların əvəzində ibadət və itaət eləmişsən. Belə bir Allahın huzurunda əksinə etiraf elə ki, sənin üçün çevirsin onu yaxşılığa da, niyə örtbasdır elirsən? Onsuz da o bilir, səndən bir etiraf istəyir. Sən deyirəm, bu pisliyi eləmişəm, bu pisliyi sadaladıqca pozur, deyirsən, bu yaxşılıq eləmişsən. Həmin pisliyi yaxşılıq edir. Quran bunu buyurur. Hədisdə var ki, tövbə eləyib Allaha tərəf bir adam qayıtsa, əleyhissalam buyurur. Allah da ona tərəf dönür. Və bədən üzvlərinə əmr eləyir ki, onun günahlarını örtsün. Bədən üzvlərinə. Və buqaul ərd ən təktuma aleyh. Yerə əmr eləyir, yevmə izin tuhaddisu əxbaraha, yer qiyamətdə danışacaq deyir. Yerə əmr eləyir ki, danışma, demə. Yazan mələklərə unutturur. Yazan mələklərə. Tərtəmiz, tərtəmiz. Belə pak eləyir, kökdən təmizləyir. Bir dənə əlamət qalmır ki, deyilsin ki, bu adam bu günah eləyib. Bir dənə əlamət nişanə saxlamır. Örtür, kökünü təmizləyir və özünü sənə təhvil verir ki, tərtəmizsən. İqrar eləmək. İqrar nədir? Dilvə gətirmək. Mən filan günah eləmişəm, bağışda. Allahla. Vallah, la yencu minəz-zəmb illa mən əqərrə bih. And olsun Allaha deyir. Ümumiyyətlə, mən həmişə hədis oxuyanda, mənim işimdə budda bir işim, hədis ayələrə baxmaq, harada vallah sözü gəldisə, diqqətlə baxıram. Ki, deməli, burada nəsə mühüm sözdür, bu məsum deyir, vallah sözünü belə başlayır, and olsun Allaha. Burada da belə deyir, vallah, la yencu minəz-zəmb illa mən əqərrə bih. And olsun Allaha, günahdan nicat tapmaz, yaxud da and olsun Allaha, ancaq günahını etiraf eləyən şəxs günahdan nicat tapar. Dilinə gətirən, iqrar budur. İqrar dilə gətirməkdir. Yəni, ancaq və ancaq dilinə gətirən Allahın huzurunda. Günahlarını dilinə gətirib etiraf edənlər nicat tapar. Ancaq, yəni, istisnasız. Ona görə biz neçə ildə elə tövbə eləyirik, nə üçün? Bilirsiniz, yolunu bilmirik. Ya bilirik, əməl etmirik. Gör, nə qədər bizim təkəbbürümüz qalxır ki, Allahla da oturub deyəmirik ki, mən yalancıyam, mən paxılam, mən dünyapərəstəm, mən təkəbbürlüyəm, mən filan günahın sahibiyəm. Bunu açıq denən. Allah istəmir, sən utandırsın. Allah deyir ki, səndə bu hal yaransın ki, bunu yalvararaq istəyəsən, mən də onu örtbastır eləyim. Bəli, mən filan şey eləmişəm. Bu həyasızcasına yox,